بسم الله الرحمن الرحیم. الحمد لله رب العالمین والعاقبة للمتقین والصلاة والسلام على اشرف الانبیاء والمرسلین حبیبنا و حبیب اله العالمین ابی القاسم محمد و علی اهل بیته الطیبین الطاهرین سیما بقیة الله فی الارضین واللعن الدائم على اعدائهم اجمعین من الآن الى قیام یوم الدین. Ötən məclislərimizdə dedim, o insanlar ki Qiyamətin günündə Allahın rəhməti onlara nazil olmayacaq və Allah onlarla danışmayacaq, onlara baxmayacaq. Biri də o insanlardılar ki, onlar üzdə bir cür və arxada başqa cürə hərəkət edirlər. Və Quranda bu əməlin adına nifaq deyilir və belə bir insana münafiq. Əlamətlərindən biri də budur ki, yalan danışır. Münafiqin əlamətlərindəndir. Və yalanın insanın talihində çox böyük və dərin təsiri var. O təsirlərdən 6 dənə danışmışıq. 7-cisi budur. Yalan səbəb olur, hətta dünyada insanın ruzusu azalsın. Amma insanlar onun əksinə təsəvvür edirlər. Elə bilirlər ki, yalanla ruzunu çoxaltmaq olar. Əsasən günah belədir. Günahın insanda təsiri var. Kümeyl duasında biz bu barədə oxuyuruq. Əli əleyhissalam Kümeylə öyrətdi bu duanı. Günah insanın halında təsiri var. Nemətləri aparır, yerinə əzab gətirir, dəyişir. Allahümməğfir liyyəz-zunubəlləti tuğayyirun ni'am. İlahi, o günahlar ki səbəb olur, nemətlər məndə dəyişir. Nemət əlimdən çıxır. Onları bağışla mən üçün. Duada belə oxuyuruq. Və bu 2 cürdür. İnsana əgər nemət əlindən çıxır, əzab gəlir, bəzən insanın fərdi halındadır, bəzən ictimada görünür. İki haldır bu.
fərdi hal üçün bu ayələri Quranda nümunə üçün oxumaq olar. Şura surəsində 30-cu ayədi. Və ma əsabəkum min musibətin, hər müsibət siz görürsüz, hər narahatçılıq, əzab, əziyyət, inciklik əgər görürsüz, fəbima kəsəbət əydikum, onu öz əllərinizlə özünüz qazanıbsınız, özünüz qazanırsınız. Və ya'fu ən kəsir, sizin günahlarınızın hamısını Allah sizə əzab surətində qaytarmır, çoxun bağışlayır. Hələ bu müsibətlər günahlarınızın bəzisidir ki, onun xasiyyətini görürsüz. Bəl rana alə qulubihim ma kanu yəksibun. Hər əməl insan eləyir, onun nəticəsi insanın ruhunda, qəlbində görünür. Nəticə qaytarır insanın ruhuna. Həzrət buyurur, Əli əleyhissalam buyurur, təvəqqəu əz-zunub, çəkinin, dayanın, günahlardan uzaqlaşın. Fəma min bəliyyətin və la nəqsin, nəqs rizqin illa bizənbin. Hər bəla sizə nazil olur, hər müsibət görürsüz, o sizin günahlarınızın nəticəsində sizə hasıl olur. Həzrət buyurur, hətta əl-xədş. Bir də görürsən ki, adamın əli cızılır, üzü cızılır. Hətta o da səbəbsizdir. Vəl-kəbbə, vəl-musibə, hər bir narahatçılıq görürsüz, bilin ki, nəsə eləyibsən. Qədimkilər, Allah rəhmət eləsin, deyiblər, mərd o adamdır ki, bilə ki, daş ayağına hardan dəyib. Mərd o adamdır ki, bilə ki, bunun ayağına əgər daş dəydi, bu nəyin nəticəsindədir? Bilsin ki, nəsə eləyib. Ondan sonra ağa buyurur, qəd yəbtəliyəllahul mu'min bil-bəliyyə. Bəzən Allah görürsən bir mümini bəlaya salır. Mümini. Fi bədəni, fərqi yoxdur ki, onun bu bəla bədəninə nazil olur. O malihi, ya mali cəhətdən ona bəla nazil olur. O əhlihi, yaxud onun ailəsinin barəsində nəsə bir ona dəyir, gəlir, yaranır bu müsibət. Ondan sonra Həzrət və təla hazihil ayə, öz sözünə subut Şura surəsində 30-cu ayəni Həzrət oxudu ki, yəni özümdən demirəm. Allah belə deyir siz üçün. Və zəmmə yədəhu səlasə mərrat. 3 dəfə əllərin, barmaqların bir-birinə yapışdırdı və yəqul ya'fu ən kəsir. Ayənin axırıncı hissəsini 3 dəfə Həzrət onu oxudu. Ya'fu ən kəsir. Hələ çoxun bağışlayır.
bu azıdır ki, belə günah, belə əzab, siz ondan üzləşirsiniz. Peyğəmbər buyurur, məxtələcə irqin, insanın görürsən bədənində bir damar tərpənir. Ya ürəyindədir, dönür, ya boğazındadır. Hətta bədəndə bir damar tərpənir. Narahatçılıq mənasında. Və la əfərət qədəmun. Bəzən görürsən insan gedəndə birdən ayağı sürüşür. İlla bima qəddəmət əydikum. Peyğəmbər buyurur, hətta bu da sizin öz əməlinizin nəticəsindədir. Elə belə olmaz. Elə belə aləmdə hissat yoxdur. Elə belə olsa onda dəyər bir-birinə. Biz görürük dünyada necə saatları tənzimləyirlər. 1000 dənə saati tənzimlə qoy bir-birinin yanına. 100 saatdan sonra gəlib baxacaqsan, görəcəksən eyni qaydada gedir. Heç biri bir-birisindən bir dəqiqə qabağa dala qalmayıb. O da hesab üzüyləndir də, öz başına deyir ki. Metroları görürsən necə hesablayırlar. Xüsusən bəzi ölkələrdə. Avropa ölkələrinə gedənlər görürlər. İstəyirsən, məsəl üçün, Hamburgdan bir dənə bilet alasan, Hanoverə gedirsən. Uzaq şəhərdir bir-biri ilə. Neçə kilometr onun arası var? Hamburg hara, Hanover hara, Almanda. Alırsan bileti, sənə deyir ki, sən 11-ə 10 dəqiqə qalanda minəcəksən, 2-yə 3 dəqiqə qalanda düşəcəksən. O mənim başıma gəlib, o da yadımda qalıb. Dəqiq. 10 dəqiqə qalanda oturacaqsan, 3 dəqiqə 2-yə işləmiş düşəcəksən. Əgər bu 5 dəqiqə biyan olsa, gör yoldan neçə dənə bir-birinə dəyər toqquşar. Onların hamısını tənzimləyiblər. Onun hətta biri 1 dəqiqə gec hərəkət eləsə, aləm dəyər bir-birinə. İndi siz təsəvvür eləyin bu aləmi. Bu ulduzlar, bu günəş, bu ay, bu gecələr, bu günüzlər, necə saniyə-saniyə görürsən günüzlər uzanır? Necə saniyə-saniyə gecələr uzanır? Necə yavaş-yavaş soyur? Necə yavaş-yavaş hava qızır? Yayda çox istiydi bir dəfə, bir nəfər avam bir adam idi. O deyirdi, ilahi, belə ki qızdırıbsan, bunu necə soğudacaqsan? Qışa. Amma qışda belə soyur ki, heç elə bil ki, bu ev, bu küçə həmin küçədir. Ki, istidən otura bilmirdin. İndi 30 dərəcə marozdur. 40 dərəcə bəzən. Bəzən 20 dərəcə. Onlar hamısı necə hesab kitab üzü ilə gedir. İnsanın bədəni necə hesab kitab üzü ilə gedir. Mənəvi cəhəti də o cürdür. Mənəvi cəhətində də hətta bir dənə baxmağın təsiri var. Bir dənə baxmağın təsiri var. Bəzən müsbət təsiri var. Bəzən mənfi təsiri var. Ayətullah Şeyx Əli, deyəsən Zahidi, səhv eləmirəmsən. Cavan oğlandır, gedib Nəcəfə. İstəyir dərs oxusun. Eşidib,
bu əsrin müştəhidi mərhum Axund Həmədanidir. Deyib gedim onu ziyarət eləyim, görüm hələ necədir. Bu da cavan uşaqdır, gəlib dərs başlayan. Deyir, getdim, oturdum evində, qonaqlar var idi. Onlarla danışdı, baxıram mən dağıya görməmişdim. Yaşlı Nəcəfin müştəhidi. Deyir, birdən baxdı mənə, gördü mən də qonağam. Qərib adama oxşuyuram. Soruşdu ki, oğlum sən kimsən? Sən də özü təqdim elə. Deyir, dedim, mən təzə gəlmişəm Nəcəfə. İstirəm dərs oxuyum. Başlamışam. Dərs oxuyuram. Deyir, dedi, adın nədir? Deyir, dedim, Əli. Deyir, pəncərədən boylandı, başını çıxartdı. Əli əleyhissalamın günbəzini görsətdi mənə. Dedi, onun da adı Əlidir. Sənlə onun münasibətiniz necədir? Sənin də adın Əli, onun da adı Əli. Deyir, o bir söz oldu elə. O bir söz mənim talihimi dəyişdi. Elə bil yatmışdım, oyandım. Yuxudan durdum. Həmin sözün təsirindeydi ki, o bir şəxsiyyət oldu ki, quma qaydandan sonra deyirlər, mərhum Ayətullahil Üzma büruzirdi ki, neçə yüz müştəhidin ustadı idi büruzirdi, Şeyx Əlidən vaxt alıb deyib, mənə vaxt ver, gəlim sənin ziyarətüvə. Gedib bir saat onun üzünə baxıb, bir kəlmə də danışmayıb onunla. Gör, haraca edib çatıb bu məqami. Görürsən, bir kəlmə ilə biyan olur. Bir baxmaqla da görürsən, talihi dəyişdi bir oğlanın, bir qızın. Gözü tüşdü, onunla da bədbəxt oldu, getdi. Bunları siz görürsünüz yaşadığınız mühitlərdə. Siz nə qədər görürsünüz bunlardan, nə qədər ailələrdə bu cür bədbəxtlıqlar var. O da bir baxmaqla başlanır. Əvvəli bir kəlmə sözlə başlanır. Bir baxmaqla başlanır. Ta gedir, axırı çıxır ora. Odur ki, Həzrət buyurur, bunların hamısında hesab var. Pərdənin arxasını səndən mən görmürük ki. Hətta birinin ayağı sürüşür. Ayağı sürüşür. Mərhum Ayətullah Fehri, o Zəncanlı idi kökü, Türk idi. Suriye'də olurdu. Dəməşqidə yaşayırdı. İmamın da nümayəndəsi olmuşdu. Neçə illər orada cümə namazı qılırdı. Özü də sonra da elə qaldı orada. Arif, alim, fəqih, zahid, nə desən yaraşır. O illərdə ki, Azərbaycan hacıları mən özüm rəhbərlik eləyirdim, 91-ci, 92-ci illərdə, 93-cü illərdə hacılardan bəzisinin yadına gəlir. Ərəfatda günortadan sonra görürdüm, Ağay Fehri gəlir bizim Palatqıya tərəf. Məndən tanış idi. Gəlirdi, otururdu qapı ağzında. Deyirdim, mən gedirdim, ağa xeyr ola, mənə bəlkə bir qulluğun, deydi, yavaş, heç kim bilməz. Mən elə burada oturacağım, Azəri dildə roza oxunanda mənə ləzzət eləyir. Ona görə gəlmişəm, burada oturam. Mən də həmişə qonağım olurdu, məddahlardan, Ərdəbil məddahlarından, başqa şəhərlərdən məddah olurdu, oxuyurdular. O durub oxuyurdu, bu ona əzadarlıq eləyirdi, ağlayırdı. Durub gedəndə də mənə Ərəbistan pulu bir qədər pul verirdi.
Deyirdi, bunu da verərsən ona. Deyirdim, ağa, onu mən eləyərəm, sən zəhmət çəkmə. Deyirdi, yox, sən o işlərə qarışma. Mən nə deyirəm, sən onu elə. Bir ömr, mən bilmirəm, 30 il, 40 il, 50 il, 60 il, onu bilmirəm. Neçə il. Amma onu görmüşdüm. Oturanda heç yerə söykənmirdi. Öz üstündə otururdu. Heç yerə söykənmirdi. Belə şeylər də var aləmdə. O deyir, bir arifdən ad gətirir, mən onun adını çəkmirəm burada. Deyir, o arif mənə danışırdı, deyirdi, bir gün küçədə gedirdim. Birdən fikrimə bir məkruh gəldi ki, o məkruhu eləyim, yoxsa eləməyim. Sonra deyir, fikrim dəyişdi, eləmədim. Bu, təxminən 42-3 il bundan qabağın sözüdür. Deyir, biraz keçdi, gördüm, küçədən bir neçə dənə dəvə gətirirlər. Onlar mənim yanımdan keçəndə onun biri bir təpik atdı mənə. Dəvənin. Amma dəymədi. Mən fikirləşdim ki, ilahi bu nə? O arif diyor, bilir ki, dünyada hesapsız şey yoxdur. Deyir, getdim, məşğul oldum öz işimə, ibadətimə. Axı bu nə? İlahi. Deyir, mənə başa saldılar ki, sən bir məkruh fikri elədin. Deyir, dedim, fikrin elədim, amma məkruhu eləmədim ki. Deyir, dedi, təpikdə dəymədi ki sən. Gör, Almaniyanın metrosundan dəqiqdir yoxsa yox. Onlara can hamısının hesabı var. Gəldi dedi, ya əmirəl müminin, çalışıram, gecə durum, namaz qılım. Amma dura bilmirəm. Həzrət buyurdu, günüz özünü qoru. Günüzki əməllərin qoymur. Dilini, gözünü, əlini, ayağını saxla, ta yol bağlanmasın sənə. Qapıları bağlayıbsan özün əlləri ilə, ondan sonra aça bilmirsən, deyirsən qapı açılmır. Özün bağladın da bunu. Odur ki, Əli əleyhissalam buyurur, İhdəruzzunub, çəkinin günahlardan. Fəinnəl əbdə ləyuznibu, insan günah eləyir. Fəyuhbəs ənhur rizq, ruzisi azalır. Amma bilmir niyə azaldı. Elə bilir ki, nə oldu? Bilmir niyə azaldı. Ondan sonra Həzrət buyurur Peyğəmbər. Buyurur, əl-kezbu yənqusur rizq. Bilirsiniz, hansı günah səbəb olur insanın ruzusu azalır? Yalan danışmaq. Peyğəmbər buyurur. Etiyadul kezb yurisul fəqr. İnsan ki yalana adət eləyir, ondan sonra görürsən, onun ruzusu azalır. Nəticəsi o olur. Bax, bu fərdi haldır. İctimai halda elə bu cürdür. Bəzi günahlar fərdidir, nəticəsi də fərdidir. Bəzi günahlar ictimadədir, nəticəsi də ictimadədir. Rum surəsində 41-ci ayə Quranda belə deyir. Zəhərəl fəsadu fil bərri vəl bəhr. Görürsüz, fəsad necə çoxalıb? Çöllərdə, düzlərdə, dənizlərdə görmürsüz? Bima kəsəbət əydinnas. Bu insanların öz əlləri ilə qazandıqları əzabdır ki, indi bunlara nazil olur. لِيُزِيقَهُمْ بَعْزَ الَّذ۪ي أَمِلُوا لَعَلَّهُمْ يَرْجِعُونَ. Allah dadızdırır. Quran belə deyir.
dadızdırır. Bu əzablarla dadızdırır ki, günahların nəticəsi belədir. Rəd surəsində buyurur, İnnəllâhə la yuğayyiru ma biqavmin hatta yuğayyiru ma bi anfusihim. Hər bir ictima əgər izzət tapır, öz əməlinin nəticəsindədir. Əgər zillət də tapır, o da öz əməlinin nəticəsindədir. Bir dənə eşitməli hədis İmam Rıza aleyhisselam buyurur. Buyurur, Kulləmə əhdəsəl ibadu minəz-zunub ma ləm yəkunu ya'malun. Bəzən görəysən, təzə günahlar gəlib meydana. İndiki günahlarla qədimki günahlar bir deyildir ki. İndiki günahlar başqa cürədir. Müasir günahlar gəlib axı meydana. Həzrət buyurur, təzə günahlar gəlir meydana ki, qabaq belə günahlar yox idi. İndi bu cür günahlar gəlib meydana. Buyurur, Əhdəsəllahu ləhum minəl bəla ma ləm yəkunu ya'rifun. Təzə müasir bəlalər də gəlib. O müasir günahların nəticəsində müasir bəlalər də gəlib. Bəzi xəstəliklər var, mən ad gətirmirəm onlardan. Onlar 200 il bundan qabaq yoxudur ki. Bilirsiniz, baxın, rəqəmlərdə ki, elan edirlər qəzetlərdə, görün, dünyada neçə faiz insan o cür xəstəliklərə giriftar olublar. Nəyin nəticəsində? Şəhvətdən hasil olan xəstəlik deyirəm. Bilirsiniz ki, əlacı da yoxdur. Çürüyür, ölür, gedir. Bax, təzə günahlar, təzə əzablar. Model dəyişilir. Buyurur, bax, belədir vəziyyət. Nəhcül Bəlağədə Həzrətin bir xutbəsi var, mən o xutbəni oxumuram. Bir-iki cümləsini oxuyuram siz üçün. Buyurur, və əymullah, and olsun Allaha. Ma kana qavmun qattu fi gaddi ni'metin min ayşin fazala anhum illa bizunubin istarahuha. Bəzən görürsən insanların əlində nemətlər var. Ləzzətlə yaşayır. O nemətlərin hamısı əlindən çıxır. Əli əleyhissalam and içir. Deyir, and olsun Allaha. Onlar elə belə getmir. Günahların nəticəsindədir onlar insanın əlindən gedir. Li'annəllâhə leysə bizəllamin lil'əbid. Allah insanlara zülm eləyən deyir. Ondan sonra buyurur, vəlo ənnənnâsə, əgər cəmaat hinə tənzilu bihim ən-niqəm, təzulu ənhum ən-ni'əm, bəla nazil olanda və nemət əlindən çıxanda fəzi'u ilə Rəbbihim bisidqi min niyyatihim, pak niyyətlərlə əgər insan Allaha yalvarsa və vələhin min qulubin və eşqlə insanlar Allaha yalvarsalar, lərəddə əleyhim kullə şaridin. Allah bütün nemətləri bunlara yenidən qaytarar. İnsan qayıtdı, nemət də qayıdır. Yəni, bax, insanların öz əlindədir. İnsanların öz əlindədir. Bir mətləb də mən artırım, bu açıqlama lazımdır. Amma bəzən də bəlanın başqa mənası var. Onu Allah bilir. Sənlə mən ixtiyarımız yoxdur, oturaq kiməsə qiymət verək. Kiməsə cənnətdə, cəhənnəmdə yer təyin eləyək. Bu mümkündür. O Allahın əlindədir.
Onu cənnətdə Pərverdigar aləm Əli əleyhissalama icazə verəcək. Qəsimun nar vəl cənnə. Onlar ki deyirlər, bu hədis düzdür, onlar hədisşinas deyirlər ki, onlar lazımdır öz işləri ilə məşğul olalar. Çünki hədisi gərək hədisşinas məna eləyə. Hər uşaq durub hədis məna eləyə bilməz ki. Onda aləm dəyər bir-birinə. Necə də ki görürsüz dəyir. Yeri göğə gətirirlər, göyü yerə. Ağı qara, qaranı ağ. Niyə? Çünki bilmir axı. Bilməsə o cür olar da. Bilmirsən danışmadan. Danışmamaq yaxşıdır sənin üçün. Hər vaxt öyrəndin, ondan sonra danışarsan. Əhl-i sünnətin mənbəyindən bu hədis nəql olub. Peyğəmbərin sözüdür. Əliyyun hubbuhu cünnə. Əlinin məhəbbəti əzabların qarşısında qalxandır. Ta gəlir çatır. Qəsimun nar vəl cənnə. Allahın izni ilə Əli təyin eləyir. Cənnətdə, cəhənnəmdə insanların yerin. İnanmırsan, təyin eləyəndə görəcəksən. Uşaqlıqda oynayanda biz deyərdik, bala, vırdı qaçdı yoxdur. Vırdı qaçdı yoxdur. Deyib qaçmaq deyir ki, gəlir qabağımızda da gedirik o tərəfə. Gedirik o tərəfə. Biz onları görəcəyik gözümüzün, hə? Amma onda da peşmançılığın faydası yoxdur. Odur ki buyurur, bax beləncidir. Bizim ixtiyarımız yoxdur. Allahın izni olmasa, oturaq kiməsə yer təyin eləyək. Həzrət buyurur, innəl bəla lizzalimi ədəbun. Əgər zalim insanlara bəla nazil olur, onları istəyir, tərbiyə eləsin, cəzalandırır. Vəlil mümini imtihanun. Elə ki möminə bəla nazil olur, onu yoxluyur. Görüm hələ necədir? O ki deyir, qurban olum sənə, gündə 100 dəfə Allaha deyir, görüm hələ qurban olur, yoxluyur. Necə həccidə aparır, yoxluyur. Deyir, burada otur, burada oturma, burada kölgəyə keçə bilməzsən, burada yağış yağsa, ehram halında otağa girə bilməzsən, üstü bağlı maşından geçsən olmaz, kəffarə gələr. Bir-bir onları deyir də, mümkündür. Burada başı qırxacaqsan, ikinci dəfə saçuda kəssən olar. Yoxluyur da, görüm hələ baxır sözə. Yoxsa baxmır. Gəlib deyir ki, ağa, olar ki, mən saçımı qırxmayım. Deyirəm, axı burada Həzrəti İbrahim İsmailin başından keçib. Sən də 100 dəfə deyirsən ki, qurban olun. Amma sən başın tükündən də keçmirsən. Elə səni onun üçün gətirib də, görün bu düz deyil qurban olum, ya yalan deyil. O bilir, sən özüvə istir subut elətdirə. Buyurur, bu mömin üçün imtihandır, bəla ki nazil olur. Vəlil ənbiya, bəs peyğəmbərlərə bəla gəlir, o nədir? Dərəcətun. Onların istir dərəcəsini qaldıra. Onları istir başqa yerə apara. Vəlil əvliya, övliyalərə də nazil olur. O nədir? Buyurur, və kəramətun. Onlara məqam verir. İndi birinə bəla nazil oldu, canına, malına, əhl-i beytinə, ailəsinə, sənin nə ixtiyarın var deyəsən ki, bu hansındandır? Sən bilmirsən ki. Odur ki, sən
Borcun budur ki, dua eləyəsən. Amma Allah öz hesabın hamıdan yaxşı bilir. Onlar ki, Allahın sevimli insanları, bəndələridir. Onları Allah məqam verir, izzət verir, kəramət verir. Xanım Zeynəbin danışıqlarında bu söz görünür. Bəzən çətindir, asan deyil hər cür bəlaya dözmək. O əzəməti ilə xanım Zeynəb, amma balaca az qaldı səbirdən çıxa. Həzrət elə ki atı mindi, axirin dəfə istədi gedə, orada dözə bilmədi. Çıxdı, çağırdı. Bir neçə yol məhlən o məhla dedi. Mərkəbi saxla, səni Zəhra dedi. Saxladı. Necə ağladı, necə səbirdən çıxdı. Hüseyin, məni tanımırsan, belə eşqinə gedirsən. Zeynəbüvəm, eşqüvə divaniyəm. Söylə haçandan sənə biqaniyəm. Dayanmırsan. Həzrət düşdü. Zeynəb saxladı. Ağa düşəndən sonra ona səbr öyrətdi. Dedi, bacı, dil dedi Zeynəb, dilə gəldi imam. Aşık dil vapəsini etdi ram. Sənlə mənimdir dedi xunin qiyam. Nişləri nuş eləyib, qıl dəvam. Yar baxur ağlama. Yar baxur ağlama. Ay zi məqam. Olma belə qalib bi can eşq. Sinövi qəmlər oxuna baz elə. Heşmət nasutiyə sən naz elə. Aləm lahutidə pərvaz elə. Əhməd Muxtarı sərəfraz elə. Bacı, ruzi əzəl mətrəh olanda bəla, çatdı bəla ilə bizə Kərbəla. Mən bu biyabanidə ollam fəna, ta nəfəsüm var, sənə var ibtila. Eşq giriftarınə yoxdur dəva. Və demirsən aşıqəm. Eşq giriftarınə yoxdur dəva. Dərdidir tənha bacı, dərman eşq. Eşqimizin var əbədi dövləti. Haqq gözü vermiş bizə bu neməti. Neynəyrəm can o sər o itirəti. Bəsdi mənə dilbərimin vəsləti. Xəncər o şəmşir ilə var ləzzəti. Nəyin? Yar baxa, doğrana qurban eşq. Xanım elə ürək aldı qardaşından. Oldu dağ. Bayaqdan səbirsizlik eləyirdi. Dedim dağa nə ağırsan? Dedi ki məndən ağır. Əgər görən gözün olsa viqar Zeynəbdir. İndi gəlib Kufiyə. Kufə bazarında xutbəni oxuyub.
Getdilər İbn Ziyadın yanına. İbn Ziyad baxdı, mən onların hamısını yox, bir cümləsini demək fikrindəyəm. İbn Ziyad bir cümlə dedi. Dedi, keyfə rəeytə sun'allah bi əxik və əhli beytik. Tanıtdırdılar bu kimdir. Başa saldılar ki, bu kimdir? Bu Zeynəbdir. Baxdı xanıma, dedi ki, gördün ki, Allah necə elədi sənin qardaşınla və sənin əhli beytünlə. Gördün ki, necə elədi? Xanım Zeynəb nə desə yaxşıdır. Sən necə fikirləşirsən? O nə deyər orada? Xanım Zeynəb 72 şəhidin səsi onun boğazından çıxır. Onların başı kəsilib, onlar sözlərini çatdıra bilməyiblər. Onların hamısının sözü, səsi Zeynəbin boğazından çıxır. Elə bil 72 şəhid danışır. Cemaat ayaqların qaldırırdılar ki, Əli dirilib gəlib. Əlinin səsi gəlir. Belə bir insan. Əl-mümin kəl-cəbəlir rasix. Möhkəm dağ kimin. Xanım Zeynəb baxdı, İbn Ziyada dedi, ma rəəytu illa cəmila. İbn Ziyad, mən gözəllikdən başqa heç bir şey görmədim. Hər nə gördüm, onları gözəl gördüm. Bəla, övliyaullah üçün kəramətdir. Onu Zeynəb bilir. Dedi, haula qavmun kətəbəllahu aleyhim əl-qətl. Allah bunlara şəhadət nəsib elədi. Bunlar getdilər, öz məqamlarında, dərəcələrində oturdular. Onlara Allah məqam verdi. Fənzur. Bax. Səyəcməullah beynəkə və beynəhum. Səndən onları Allah qiyamətdə gətirəcək, üzbəyüz saxlayacaq, onda sizin barızdə qəzavət eləyəcək. Gözlə o günü. Qorx o gündən. Bizə Cibril əmin yavər ola. Qurular məhkəmə Allah arada davər ola. Fatimə mədrək əlində qabağında dayana, yerin üstdən, göğün altdan qaçacaqsan ayana. Onda sənə hökmü gələr. Sən elə bilirsən ki, sən qələbə çalıbsan. Xanım Zeynəb, bax, bu şəhamətlə, bu izzətlə danışır kiminlə? İbn Ziyadına. Və bugün onun vəfat günüdür. Dua eləyək. Ya Allah, ya Allah, ya Allah. Ya Allah, ya Allah, ya Allah. İlahi əllərimizi naumid qaytarma. İlahi dualarımızı müstəcab elə. İlahi hacətlərimizi rəva elə. Aqibətimizi xətmə bi xeyr elə. Ölənlərimizi qəriq-i rəhmət elə. İlahi xəstələrimizə şəfa kəramət elə. İlahi müsafirlərimizi səlamət elə. Bağışlamamış qəbrə aparma. Kərbəlayı eləməmiş öldürmə. Ölən günə kimin ruziyə helal bi minnət mərhəmət elə. İlahi müsəlmanlara rəhm eləməyənləri müsəlmanlara müsəllət eləmə. İlahi müsəlmanların zillətin istəyənləri zəlil elə. İşğal olunmuş torpaqları tezlikcən azad elə.
işgalçı qüvvələrə lənət elə. Pərverdigara, axir saatimizdə İmam Hüseyin ağanın mübarək qədəmlərin başımızın üstündən əskiç eləmə. Qəbrimizin əvvəl gecəsi nur-i vilayət-i əmirul mümininlə roşən elə. İlahi İmam zamanımızı bizə nisbət şad elə. Mübarək olan cemalinin ziyaretin nəsib elə. Bizi o Həzrətin əskərlərindən qərar ver. Zuhurində tə'cil elə. بحق محمد وآله وبحق سورة المباركة الفاتحة مع الصلوات.